Elə atanın özü də deyirdi ki, yəqin məni buraxacaqlar. Elə ondan bəri belə fikir var idi. Ancaq dəqiq əmin deyildik deyə, elə bil necə deyil, özümüzü ona kökləmirdik. Sevim, mən onsuz da ya 5 il yatsın, ya 6 il, onsuz da çıxacaqdı. Axır-axırda buraxmaqlarını nə mənası olur ki? Yenə gəldim sən, baxıb gəldim bahar gəldi, günlər açdı, çaylar daşdı, nəğmə qoşdu, çaylar daşdı, nəğmə qoşdu. Boşa duruldu. Şükür Allah'a, şükür Allah'a. Məsələn, elə şeylər itirmişəm ki, elə onu heç nə ilə doldurmaq mümkün deyil. Tutaq ki, mən atamı, anamı itirdim. 5 ildə. Ən əziz insanlar, məsələn, qaynatamdan mən eyni zamanda dost olmuşam, qaynatamı itirdim. Bacımın oğlu rəhmətə getdi mənim, tutaq ki, ən azı mənim həyatımda hələ o çox zindanlarda, tutaq ki, mən SSR vaxtda zindanda yatmışam, İran edam altında yatmışam, 90-cı ilin o ağrı acılarını keçmişəm, ancaq mən həyatımda bu qədər sarsıdıcı şeylər olmamışdı ki, mən demək olar ki, bütün əzizlərimin faktiki olaraq bitirdim və heç birində mən üzründə iştirak edə bilmədim. Azadlıq Allahın insana bəxş etdiyi ən böyük saadətdir ki, azadlıq varsa hər şey var, azadlıq yoxsa heç nə yoxdur. 5 il əsasən bizim eyni zamanda qazancımız oldu ki, sən 5 ilin, tutaq ki, 2 ilini haradasa Kürdəxanda bir 7 ay tək qalmışam. 2 ildə Qobustanda tək qalmışam, təxminən belə götürəndə. O mənim tənha keçirdiyim həyat Bahirin 10 ilinə bərabərdir. Çünki onda insanın həm düşünməyə, həm yaradıcılıq imkanları çox olur, həm oxumaq imkanları çox olur. Bütün hadisələri elə ki, bütün bir keçdiyin həyat yolu, bir lent kimi hər incəliklərinə qədər onu təhlil etmə imkanların olur. Mən həyatımı planla yaşamamışam heç sadəcə olaraq mənim bir milli davam var ki, mən buna 16 yaşından ən azı Allahımla əhd edib yola çıxmışam. Ömrümün sonuna qədər də o neçə ki nəfəsim gedib gəlir, o savaşda, o mübarizədə, bu millətimin taleyi ilə bağlı, gələcəyi ilə bağlı olan şeylər təbii ki, məni həmişə düşündürüb və düşündürəcək. Neçə ki, yəni o Peyğəmbər sallallahu əleyhi və səlləmin kəlamı var. Deyir, müsəlmana elmi vacibdir, beşikdən qəbr evinə qədər. Yəni bu mübarizə o zaman dayanır ki, insan bu həyatda ömrünü tamamlayır, gedir. Mən həyatımda 88-ci ilin meydan hadisələrinə qədər özümdən və Allahdan başqa heç kəsə inanmamışam, heç kəsə etibar eləməmişəm. Onda da çox böyük zirvələr fəth eləmişəm. Ancaq mən 88-ci ilin meydan hadisəsindən sonra kütləyə, xalqa daha çox bir növü arxalandım. Bir növü Allah, bir növü hesab elədim ki, mən daha belə deyək də, özüm də, milləti də ön plana çəkdim. Haradasa fikirləşdim ki, doğru deyil ki, yəni Allahı unutdum, ancaq daha çox millətə arxalandım. Daha çox ayət də mənə göstərdi ki, Allahdan başqa heç kəs arxalanmaq olmaz, Allahdan başqa heç kəsdən heç nə diləmək olmaz, Allahdan başqa heç kəsin vermək, almaq qüdrəti yoxdur. Yəni Allah da mənə bu şeyi gətirdi ki, ən yüksək zirviyə, yəni milyonlar and isti ki, biz ölərik, niməti tək qoymarıq, milyonlar, yəni bu bütün xalq. Ancaq ən ağır günündə Allah məni yalquzaq kimi tək qoydu və oradan da Allah məni çıxartdı. Kimsə yox. Ölkədə yüzlərlə problemlər var, yüzlərlə məsələlər var ki, bunu biz millət kimi həll eləməliyik. Azərbaycanın 80% işğaldan azad eləmişik, ən azı 20% bizim erməni əsarətində torpaqlarımız qalıb. Daş ki, bu torpağı biz azad eləməliyik. Mən hələ ilkin bu atəşkəs eləyəndə də belə bir anormal təfəkkür var, belə bir anormal fikirlər irəli sürdü ki, biz nə vaxt Qarabağ geri qayıdacaq? Mən demişəm, Qarabağ heç vaxt geri qayıtmayacaq. Qarabağ heç vaxt getməyib ki, geri qayıda. Biz nə vaxt Qarabağa qayıdacaq? Biz nə vaxt o torpağa qayıtma? Şuşa Bakıya gəlməyəcək, gəlib oturmuşuq Bakıya, elə bir ki, Şuşa gələcək Bakıya. Ya Qarabağ, Ağdam gələcək Bakıya. Biz nə vaxt o torpaqlara qayıdacaq? Bildir ki, bizim bir nömrəli bu millətin ən böyük şey odur ki, bu torpağı bizim nəsil ən azı işğaldan azad etməlidir. Bu qara ləkəni, Xocalı ləkəsini, bu torpaq işğalını biz silməliyik. Yəni biz gələcək nəsil götürməməliyik.